Bir nəfər gəlir hansısa peyğəmbərə sual verir ki, mənə böhtan deməyin zərərini başa sal ki, adama nə qədər zərərdir. Deyir, gəl gedək qəbristanlığa. 2 rükət namaz qılır, dua eləyir, qəbirlərdən biri açılır. Buna bax, bunun ağlı yoxdur ki. Oğlana deyir, gir qəbrə, qorxma. Girir, gör ki, çox gözəl bir bağdır. Təcəssümdür, indi o mükaşifədir, bərzəx aləminin təcəssümü, misal aləminin təcəssümüdür. Molla adamsan, ağzıva gələni danışırsan. Deyir, bir dənə yaraşıqlı, cavan oğlan bu cənnətdə kefdədir. Şefinin kulminasiya nöqtəsində Neçə? şefinin kulminasiya nöqtəsində bir dənə ilan gəlir, dolanır oğlanın bədəninə, yapışır onun dilindən. O qədər zəhər buraxır onun dilinə, oğlanın rəngi qaralır, göyərir, saralır, ağzı köpüklənir, yıxılır yerə. Bilirsən, sənin kimi hər şeyə inanan adamlar 30-dan o yana çətin gedirlər. Gəl belə eləyək. Sən bir dənə 100'lü götür mənə, mən sən üçün bir dənə dua yazım, 90 il belindədir. Yaşa.